Okeanın dərinliklərindəki sir, Yapon piramidası yoxsa itirilmiş qitə? Misir, Meksika və Yaponiya kimi müxtəlif sivilizasiyaların ortaq cəhəti onların əsrlər əvvəl eyni tipli tikililər inşa etmələridir. Bunlardan biri də Yaponlara məxsus olan və okeanın dərinliklərində sirli qalan piramidalardır. Əsrlər boyu eyni torpaqlarda hökmranlıq edən Yaponlar hazırda strateji əhəmiyyətli Okinawa adaları yaxınlığında okeanda batmış piramidaları ciddi şəkildə qorunan sirr olaraq saxlayırlar. 1996-cı ildən bəri aparılan tədqiqatların nəticələri açıqlanmasa da, piramidalar dünyanın marağına səbəb olmaqda davam edir. Bugünün özündə də mükəmməl şəkildə qorunmuş sirli piramidaların keçmiş həyatlarla bağlı məlumatları özündə saxladığı düşünülür. Okeanın bir neçə metr altındakı sirli tikililər sadəcə piramidalar deyil. Nəhəng qaya düzənlikləri və travertinə bənzər strukturlar da sualtı kameralar tərəfindən qeydə alınıb. Bəzi elm adamları hətta bu strukturların itirilmiş Mu qitəsinə aid ola biləcəyini fərz edirdilər. Bir çox elm adamının bu əsrarəngiz quruluşların tsunami nəticəsində su altında qaldıqdan sonra yoxa çıxdığı iddia edilən Sakit Okean sivilizasiyasına aid əfsanəvi Mu qitəsindən qalan yeganə qalıq ola biləcəyinə inanması bölgənin sirrini daha da artırır. İngilis tədqiqatçısı James Churchward Sakit Okeanda olduğuna inandığı itirilmiş qitənin xəritəsini də çəkib hazırlayıb. Xəritəyə görə qitə Yaponiyanın şərqində yerləşirdi. Beləcə bu yerləşmə qitənin su altında qalmasına təbii hadisələrin səbəb ola biləcəyi ehtimalını artırır. 30 ilə yaxındır ki, sirli piramidalarla bağlı araşdırmalar davam edir. Yapon professoru Masaaki Kimura bölgəyə hər səfər edəndə ən azı 5000 il yaşı olan qədim şəhərin üzərində üzdüyünə inanır. Lakin bir çox elm adamı professor Kimuranın fikirləri ilə razılaşmır. 2007-ci ilin iyununda keçirilən elmi konfransda sualtı piramidalarla bağlı ən son nəzəriyyələrini təqdim edən professor Kimura yazır. Ən böyük struktur 25 metr dərinlikdən yüksələn mürəkkəb, monolit, pilləli piramidaya bənzəyir. Bütün bunlar 1996-cı ildə professor Kimuranın araşdırması ilə təklif edilsə də, o piramidaları görən ilk professor deyil. Yerli dalğıc Yonaguni birləşmələrini ilk dəfə 1986-cı ildə görüb. Adadakı burunlardan birinin adı sonradan qeyri-rəsmi olaraq Iseku Hanto və ya xarabə nöqtəsi adlandırılıb. Yaponiyada son illərdə 6 və daha yüksək bal gücündə 28 zəlzələ baş verib. Sirli sualtı piramidaların kəşfindən təxminən 1 il əvvəl ən ölümcül zəlzələlərdən biri mərkəzi Kobedə olan 17 yanvar 1995-ci ildə Böyük Hanshin Avaji zəlzələsi baş verib. Bununla belə bu strukturların sualtı eroziya və cərəyanların yaratdığı kəskin, sivri xüsusiyyətlərini bərpa etmək üçün bir il kifayət etməzdi. ABŞ alimlərinin fikrincə tarixində 9 baldan yuxarı gücündə zəlzələlər qeydə alınan Yaponiyada daha qədimdə baş verən zəlzələlər bu tikililərin yaranmasına səbəb ola bilərdi. Tikililərə bir qalanın xarabalıqları, Zəfər tağı, 5 məbəd və ən azı bir böyük stadion daxildir. Hamısı yollar və su kanalları ilə birləşir və qismən kütləvi istinad divarları ilə qorunur. Professor Kimura ABŞ alimləri kimi ilk zamanlarda sirli sualtı strukturların təbii yolla yarana bilməsi olduğunu söyləmişdi. Ancaq suyun altına ilk dalışından sonra fikrini dəyişdi. Professor Kimura qaya səthlərində karxana izlərini, oyma üzlərə oyulmuş ibtidai personajları və heyvan formalarına həkk olunmuş qayaları kəşf etdiyini söylədi. O, bu sirli strukturlarla dolu şəhərin böyük bir hissəsinin Sakit Okean kənarında tez-tez baş verən məşhur kütləvi seismik hadisələrdən biri zamanı batdığı inanırdı. Bu nöqtədə dünyada qeydə alınan ən böyük tsunami 1771-ci ilin aprelində baş verdi. Professorun hesablamalarına görə hündürlüyü 40 metrdən çox olan dalğalar Yonaguni Jimanı vurdu. Bununla belə professor Kimura belə bir aqibətin qədim sivilizasiyanın başına gələ biləcəyinə də inanırdı. Professor Kimura sualtı tikililər üzərində apardığı araşdırmalardan sonra yazır. İnsanların strukturlara təsirinin çoxlu sübutlarını nəzərə alaraq, onların mənşəyini sırf təbii olaraq izah etmək çox çətindir. Laboratoriyamda qismən aşkar etdiyim su personajları və heyvan abidələri mədəniyyətin Asiyada yarandığını göstərir. Bununla belə, elmin bu qədər inkişaf etdiyi çağdaş zamanımızda hələ də okeanın dərinliyindəki bu sir müəmma olaraq qalır. Doğrudan da bu qalıqlar Yapon piramidasıdır, yoxsa hansısa itirilmiş sivilizasiyanı özündə gizlədir?